Qiyam TV izləyiciləri. Bugün körpənin çölə çıxması və hər ay həkimə göstərilməsi barəsində bəhs edəcəyik. Körpə gündə bir neçə dəfə çölə çıxa bilər. Bəzən isə o, hər yedizdirdikdən sonra çölə çıxır. Onun nəcisi adətən açıq sarı rəng olur. Çağaların nəcisi heç vaxt qatı və möhkəm olmur. Bəzi uşaqlar gün aşırı, bəziləri isə bir gündən bir çölə çıxa bilərlər. Bəzi analar görəndə ki, uşaq gec-gec çölə çıxır, narahat olurlar. Bu vəziyyət ananı qorxutmamalıdır. Əgər körpə südəmərdirsə, onun özünü 4-5 dəfə bulaması normaldır. Çünki ana südü tez həzm olunur. Süni yemək yeyən uşağın çölə çıxması. İnək südü ilə qidalanan uşağın nəcisi sarı və ya açıq qəhvəyi rəngli olur. Süni qida ilə qidalanan uşaqlarda ən böyük problem onların qəbizliyə meyilli olmalarıdır. Çalışın ki, körpənin qidalanmasında şəkərin miqdarına fikir verəsiniz. Əgər həddən çox olarsa, o qəbiz ola bilər. İshal, qarın ağrısı. Bu əsasən soyuq dəyən, süni qidalanan və yemək yeyən uşaqlarda tez-tez rast gəlinir. Körpələrin diş çıxaran zamanda çölə çıxaması tezləşə bilər. Soyuq dəymə zamanı uşağın nəcisinin rəngi yaşılla çalır. Əgər uşaq ishalın yüngül forması ilə xəstələnibsə, onu ev şəraitində də müalicə etmək olar. Əgər o südəmərdirsə, onu tez-tez əmizdirin. Əgər onun nəcisində suyun miqdarı çoxdursa, onu çoxlu maye verin ki, bədəninin suyu azalmasın. Bu maye su, meyvə şirəsi və düyü həlimi ola bilər. Əgər uşağın ishalla bərabər qızdırması da olursa və nəcisində qan görünürsə, dərhal həkimə müraciət edin. Qəbizlik. İlk aylar bəzi uşaqların qarnı yaxşı, bəzilərinki isə pis işləyir. Əgər uşaqların qarnı hər gün işləmirsə və uşaq narahat olmursa, bu qəbizlik deyil. Körpə bir neçə gün çölə çıxmırsa və gücənərkən ağlayırsa, bu qəbizlik nişanəsidir. Bu problem südəmərlərdə az-az görünsə də, süni qida qəbul edən körpələr arasında çox müşahidə olunur. Körpənin böyük çölə çıxması üçün anus dəliyini qıcıqlandıra bilərsiniz. Nazik çöpə biraz krem vurub, bir miqdarını anus dəliyinə salıb, bir balaca fırladın. Əgər bu kömək etməsə, onun qarnını imalə edə bilərsiniz. Lakin bu müdaxilə mütəmadi təkrarlanmamalıdır. Əks halda qəbizlik davamlı olacaq. Bəzən südəmər uşaqda qəbizliyin olması ana südünün çatışmamazlığından baş verir. Belə ki, ana uşağı əmizdirir, lakin südün az olmasını başa düşmür. Bu vaxt uşaqda qəbizlik, aclıq stulu, narahatlıq, yuxunun pozulması müşahidə olunur. Bu əlamətlər olduqda ana uşağı əmizdirməzdən əvvəl və sonra tərəzidə çəkməlidir. Çəkilər arasındakı fərq qəbul edilən südün miqdarını göstərir. Südün miqdarı azdırsa və ya ana bunu müəyyən edə bilmirsə, onda körpənin həkimi ilə məsləhətləşin. Əskilərin yaratdığı qırmızılıqlar və səpkilər. Körpənin əskilərini kimyəvi maddələrlə qarışıq olan yuyucu tozla yumayın. Çünki ilk aylarda onun dərisi nazik və həssasdır. Əgər körpənin arxasında və cinsiyyət üzvünün kənarlarında qırmızılıq və ya səpki müşahidə etsəniz, hər dəfə əskini açanda körpəni yuyun. Bükülü hissələri də bədənin yaş hissələrini yaxşıca qurulayın. Belə qızartıların bir daha yaranmaması üçün uşaq pudralarından istifadə edin. Yaxşı olar ki, əskiləri hər yuduqdan sonra ütüləyəsiniz. Bəzi vaxtlar körpənin əski bağlanan hissələri amoniak əmələ gətirən bakteriyaların səbəbi ilə qızarır və səpir. Siz uşağı gec-gec açdıqda yaş əskilərdən tünd və burnu göynədən iyi gəlir. Dərisi isə qızarmış və səpmiş olur. Hətta dərinin tamlığı pozula bilir və nəmlənən sahələr əmələ gəlir. Bu bişməcədir. Onun yaranmaması üçün uşağı hər açdıqca yuyun və əskiləri tez-tez dəyişin. Əskiləri yuduqdan sonra günəş altında qurudun və ütüləyin. Əgər səpkilər həddən çox olarsa, onda həkimə müraciət edin.
Körpənin hər ay həkimə göstərilməsi. Bu iş körpənin normal inkişaf edib etmədiyini öyrənmək üçün zəruridir. Körpə əvvəlcə uşaq həkiminə göstərilir. O, uşağı ümumi qaydada yoxlayır. Əvvəlcə ciyərlərinin və ürəyinin səsinə qulaq asır. Sonra başının ölçüsünü öyrənir, boyunu və çəkisini yoxlayır. Aldığı cavabları körpəyə aid olan dəftərçədə qeyd edir. Anaya körpənin necə qidalandığı, yuxusunun necəliyi və onun hansı qidalarla qidalandığı haqqında suallar verir. Sonra isə uşağı ürək, qulaq, əsəb həkiminin və cərrahının yanına göndərirlər. Əsəbi olan uşaqlar hər ay həkim nəzarətindən keçməlidirlər. Çox vaxt həkim belə uşaqlara dərman yazır. Bu cür körpələr ilk aylarda müalicə olunduqda tez sağalırlar. Cərrah uşağın cinsiyyət orqanını və çanağını yoxlayır. Hər bir həkim aldığı nəticəni körpəyə aid olan dəftərçədə qeyd edir. Ana hər ay körpəni yoxlanışa aparmalıdır. Xüsusən də körpədə hər hansı bir xəstəlik olduqda bu məsələ daha da ciddiləşir. Əgər uşaq sağlamdırsa, o zaman onu hər peyvənd vurdurmağa gətirəndə bütün həkimlərə göstərmək lazımdır.